Mənə çatanda isə mənim belimdən tutub qabağa belə itələyəndə mən onda həmən an şkafa dəyirəm və əlini belə çəkir. Mən həmən an yerə, əslində oranın qapağı açıq olmamalıdır. Orada mən düşürəm yerə, huşumu itirirəm, daha doğrusu özümdə olmuram. Nə baş verdiyini başa düşə bilmirəm. İçəridən administrator gəlir içəriyə və orada mənim sifətimə baxaraq nalayiq sözlə deyir, nə günə düşdü bu. Nalayiq sözlərlə. Mən onda elə bilirdim ki, yüngül xəsarət alıb yıxılmışam. Və həmən an əlimi üzümə aparanda əlimə baxıram qan, əlimdə ət parçasına dəyir. Və həmən an mən rəfiqəmə deyirəm ki, tez leykoplastır və ya nə bilim, nəsə gətirin, bir də 103-ə zəng elin. 103 gələndən sonra ona kimi mənim qanım silinir, oradakı qanlar silinir. Oradakı leykoplasterləri açanda görürlər ki, burada mənə deyirlər ki, tikiş atılmalıdır. Zərərçəkənin sözlərinə görə hadisədən sonra qorxu evinin rəhbərliyi və əməkdaşları onunla maraqlanmayıblar. Və gedirik Semaşka xəstəxanasına, rəfiqəmlə tək mən. Mən rəfiqəmə dedim ki, sən oranın administratoruna zəng elə, gəlsin bura məsuliyyət daşısınlar. Rəfiqəm zəng eləyəndə oranın administratoru bildirdi ki, biz obyekti bağlayıb gələ bilmərik, müştərilərimiz var. Bizə bildirirlər ki, oradakı işçilər işdən azad olunub və maneə olan şkaf oradan sökülüb. Biz həmən günün sabahı təhqiqatçı ilə gedirik ora və işçilər öz yerində, maneə olan şkaf da biraz aşağı salınıb. Mən ora ölümümə imza atmaya getməmişəm ki, mən ora imza atmamışam ki, mənim orada başımı yarsınlar.